Əlifbanın kəşfi. Çox qədimdə insanlar qaya üzərində rəsm çəkməklə öz fikirlərini ifadə edirdilər. Lakin bu şəkillər fikirləri geniş və aydın izah etməyə imkan vermirdi. İnsanlar çalışırdılar ki, dedikləri bütün söz və cümlələri yazıda olduğu kimi əks etdirsinlər. Günlərin bir günü bir tacir başqa bir şəhərdə alış-veriş edirdi. O, bir dükan sahibi ilə belə bir razılığa gəldi. Satdığı malın pulunu bir aydan sonra alacaqdı. Amma tacir qorxurdu ki, bu adam onu aldatsın, malın pulunu verməsin. O bütün gecəni fikirləşdi. Axırda ağlına maraqlı bir fikir gəldi. Tacir danışarkən tələffüz etdiyi hər bir səs üçün bir işarə düşünüb tapdı. O, kəşf etdiyi işarələr vasitəsilə razılaşmanın bütün şərtlərini bir dəri üzərinə yazdı. Bu yazını dükan sahibinə göstərib işarələrin mənasını ona başa saldı. Onlar razılığa gəldilər. Sonradan bu işarələri hərf adlandırdılar. Zaman keçdikcə başqa adamlar da bu hərflərdən istifadə etməklə yazı yazmağa başladılar. Beləliklə hərflər, danışıq səslərinin yazıda işarəsi yarandı. Hər xalq öz əlifbasını yaratdı. Onlardan biri də Latın əlifbası idi. İndi bir çox xalqlar Latın əlifbasından istifadə edirlər. Müasir Azərbaycan əlifbası da Latın əlifbası əsasında yaradılmışdır.